Değerli izleyiciler, burada sualımıza qeyd edirik ki, 19-cu əsrin 60-cı illərində ABŞ Böyük Britaniya Osmanlı dövlətinə aid olan oxşarlar. ABŞ-da vətəndaş müharibəsinin sona çatması ola bilər. 1861-65 A uyğundur. Böyük Britaniyada Gent müqaviləsi 1814-cü il olduğu günə görə 60-cı illərə düşmür. Konstitusiya düzəliş bəli 1866-da ağlarla qaraların eyni siyasi hüquqları alması haqqında belə bir düzəliş edilmişdir. C-də uyğundur. Böyük Britaniya Kanadaya domino hüququ vermişdir 1867. Ölkənin birləşdirmə prosesinin başlatılmasına aid deyil. Xırda burjuaziyanın seçki hüququ qazanması düzdür. Bu 1862-ci parlament saatına əsasendir. Osmanlı dövləti Yeniçəri dəstəklərin ləğv edilməsi 1826-cı ildə bu yanlışdır. Yeni Osmanlılar Cəmiyyəti 1865-dir. Doğrudur. San Stefano müqaviləsinin imzalanması isə 1878 olduğuna görə düşmür. Deməli, burada 1-də AC, 1-də AC, 2-də AC, 3-də isə B uyğun cavabıdır. Hər ikisinə AC, 3-də də B variantı uyğundur. Deməli, Y uyğun cavabdır. Növbəti sualda Atabəy Qızıl Arslan və Şirvanşah 3-cü Mənücöhrün fəaliyyəti üçün ortaq cəhətdir. Gürcü Çarı 1-ci Demetriya ilə diplomatik əlaqələr saxlamışdır. Bu 3-cü Mənücöhrünə Demetriya ilə əlaqələri qurulması. Bu Qızıl Arslanın 3-cü Qızıl Arslanla əlaqəsi yoxdur. Xorasan uğrunda Xarəzmşahlarla mübarizə aparmaq. Xorasan uğrunda mübarizə yox idi burada. 3-cü Mənücöhrə aid deyil. İraq Səlcuq Sultanlığına qarşı mübarizə aparılması. Bəli, 3-cü Mənücöhrün dövründə var idi. Çünki Gürcülərlə birləşmişdi. Eyni zamanda Qızıl Arslan da Həmədan döyüş yaxınlığında belə deyək ki, İraq Səlcuq Sultanlığı məğlubiyyətə uğradı. O cavabımız C variantıdır. Qaçaq türkləri ilə ittifaqın yaradılması içinə aid deyil. Birinə aid, daha doğrusu 3-cü Mənücöhrə aiddir. Mosul və Hilatın tərkibinə qatılması yanlışdır. Bu da uyğun cavabımız C variantıdır. Diqqətiniz üçün təşəkkür edirik.